Herkese salam, mən Ayan. Bugün sizlərlə günlük vlog çəyirik. Gəlin onda videomuza başlayaq. Öncəliklə görürsünüz ki, sərsər özümə çay süzürəm və anamın dünən etdiyi donutla içirəm. Həqiqətən çox gözəl alınmışdı. İndi isə məktəbə gedirəm, birlikdə saçımı edək. Və saçımı etdim, bu şəkildə oldu. İndi məktəbdən evə gəldim. Sizə aldığım parfümü göstərəcəm. Düzü məktəbin həyətində sizə göstərmişdim, onu daha detallı şəkildə göstərmək istəyirəm. Victoria's Secret'in Bare Vanilya ətri. Gündəlikdə istifadə edəcəyiniz ən gözəl bədən spreylərindən ola bilər həqiqətən. Mən bundan indiyənə qədər 2-3 dəfə almışdım və qoxusu həqiqətən çox gözəldir və qalıcıdır. Bu arada həyətimizə yeni güllər əkmişik. Bu şəkildə biri sarı, biri isə narıncı. Bunlar isə dipçəkdə olanlardır. İndi məktəb paltarlarımı şkafa asacağım və belə oldu. İndi isə bu məhsullarla makyaj edəcəyik. Nars'ın tonal kremi, L'Oreal'ın Panorama maskarası, Huda Beauty'nin highlighteri, belə yəni. Öncəliklə üzümü nəmləndirməklə başlayacağım. Bu nəmləndiricini istifadə edəcəm. Tonal kremi öncəliklə əlimin üzərinə tökürəm. Belə bir fırçam var. Daha sonrasında makyaj süngəri ilə yayıram. Bu highlighter paletini göz teni olaraq istifadə edəcəm. Öncəliklə bu rəngini alıram və göz diblərindən başlayıram. Bu rəngi alıram və liner hissəsinə tətbiq edirəm. Liner çəkəcəm, maskaranı tətbiq edirəm. Göz altı konsilyera Rümyanla vurdum, indi isə dağıdım. Dodaq komum isə bunlardan ibarətdir. Öncəliklə Jevin 699 nömrəli dodaq karandaşı. Bununla dodaqlarımı çərçivələyirəm. Gloss olaraq isə Kiko'nun 20 nömrəli glossunu sürəcəm. Məncə dodaq kombosu çox qəşəng alındı. Göz makyajım isə bu şəkildə oldu. Son olaraq isə buranı düzənləmək qaldı. Maskaranı isə bura qoyacağım. İndi isə ev tapşırıqlarını yazıram. Azərbaycan dilindən başlayıram. Səhifə 141-də 8-i. İndi isə ingilis dilini yazacağım. Müəllim evə inşa vermişdi. Və ingilis dilini yazdım. Burada inşa, burada isə Azərbaycan dilində tərcüməsi və inşada olan bəzi sözlərin mənası. Məncə bundan 5 alacağım. İndi isə saçımı şəkilləndirəcəm.
Dırnaqlarım çox tez-tez qırılır. Ona görə də şəffaf baza keçəcəm üzərindən ki, bərk olsun. İndi digər əlimi eləyib gəlirəm və dırnaqlarımı etdim. Bir də yapışqanlığı getsin deyə spirt vurdum. Vloqum bura qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Digər vloqlarda görüşərik. Sağ olun.